Salam əziz izləyicilər. Kombiləriniz qışa hazırdırmı? Məncə yox. Çünki müraciətlər olur, qoşurlar bu günlər kombinə işləmir. İndi bəzi səbəbləri çalışacağım sizə burada deyim, amma videolarımda var, köhnə videolarda axtarıb tapa da bilərsiniz ki, bu və digər problemi necə aradan qaldırmaq olar. Keçən mövsümdə məsəl üçün görürsünüz ki, hardasa boru nəmlənir kombinin içində. Yaxud su damır. Bəzən heç onun krışqasını açıb baxmırsınız ki, görək içində nə baş verir, nə var, nə yox. Açılan zaman əgər paslanan yerlər varsa onu görəcəksiniz. Açmasaz yox. O üst krışqanı açıb baxmaq olar. Məsələn, tutaq ki, yay mövsümü yuyulmadı, borularda çirkli su qalıb, paslı çirkli su. O da ərk bağlayır orada-burada. O cümlədən pompa deyilən nasosda, su nasosunda. Və qışda qoşursunuz, kombi yanır, sönür. Yanır, bir də yandırırsınız, bir də sönür. O niyə baş verir? Səbəblərdən biri. Pompanın rotoru ərk bağlayıb, tərpənmir yerindən. Qoşulanda maqnit sahəsinin gücü çatmır onu fırlatmağa. Onun üçün nə edirsiniz? Orada 10 qəpik böyüklüyündə nasosun arxasında, düz dairənin ortasında atverka ilə açıla bilən bir vintə bənzər bir şey var, qapaq var. O qapağı açmaq lazımdır. Atverka ilə rotorun ucunu fırlatmaq lazımdır. O görünür oradan. O qapaq çıxandan sonra görünür. Fırlatmaq lazımdır, tərpənsin yerindən. Rotor tərpəndisə, qoşsa sonra normal işləyəcək. Bu səbəblərdən biridir. Digər səbəb olur ki, baca problemi olur. Quş yuva qurub, nə bilim, nə baş verib. Hava yetərincə çatmır. Ona görə o alov sönür. Yaxud özü xarabdır, fanın özü xarabdır və yaxud presostat deyilən bir cihaz var, fanla birlikdə işləyir, fana komandanı verir, fandan aldığı komandanı ötürür beyinə, beyin qərar verir, söndürmək ya söndürməmək. Yaxud termovüklüçatellər olur, o xarab ola bilir. Çox müxtəlif səbəblər ola bilir. Mən o səbəblərdən danışıram ki, siz keçən mövsümdə onu görməliydiniz. Məsələn, su damır, nəmlənmə verir, manometr işləmir, təzyiqi göstərmir, ilişib qalıb bir nöqtədə tərpənmir. Bunun özü də ciddi problemdir və fəsad verə bilir. Fəsad da nədən ibarət olur? Genişlənmə bakının rezin membranı var. Siz təzyiqin nə qədər olduğunu görmürsünüz, açırsınız, təzyiq qalxır 1.5-dən yuxarı və o rezin gücə düşür və deşilir. Faktiki olaraq genişlənmə bakını dəyişməyə məcbur olursunuz. Bu da çox xərciniz aparır. Manometr niyə xarab olur, niyə ilişir? Onun nazik borusu var, mis borudur. Spiral şəkilli də yığırlar bəzi yerdə ki, çox mane olmasın, əl-ayağa dolaşmasın. Məftil oxşuyur, nazik mis məftil oxşuyur. Onun içi bağlanır, ərk bağlayır onun içini. Onu da təmizləmək mümkündür. Açıb, nazik bir tel salıb təmizləmək olar. Əslində mütəxəssis onu yumalıdır, usta onu yumalıdır, o borunun içini də yumalıdır. Amma siz özünüz elə tellə də aça bilərsiniz ki, o təzyiq ölçən təzyiq göstərsin.
Bax bu cür xırdapara işləri qış mövsümü başlamamış görmək lazımdır ki, uzun ömürlü olsun sizin kombiniz. Nəmlənmə, damcılama varsa o tədricən paslanır, sonra fəsad törədir. Həm də açılmır, açmaq istəyəndə boru sındırıla bilir. Bax belə fəsadlar olur. Təmiz saxlamaq lazımdır. Baca sistemi təmiz olmalıdır. O işləməməyin bir səbəbi də nədən baş verir? Esenjorun arası dolur, hava keçmir artıq. Toz torpaq yığılır, fan da işləyir, amma işləsə də ocaqlıqdan havanı sora bilmir, o gözü tutulubdur. Ona görə də alov sönə bilir. Və hələlik bu qədər. Probleminiz olsa konkret problemi yazarsınız, mən sizə məsləhətlə yardım edərəm. Sağ olun, sağlıqla qalın.